Salam uşaqlar, bugünkü dərsimiz 9-cu sinif ingilis dili dərsliyindəndir. Grammar E. Gəlin başlayaq. Birinci sualda discuss the question with your partner. Yoldaşınızla sualları müzakirə edin. Why do you think people make mistake when they are learning languages? Deyir ki, sizin fikrinizcə insanlar dilləri öyrənəndə nə üçün səhvlər edirlər? How do you feel when you make a mistake? Siz səhv edəndə necə hiss edirsiniz? Why? Nə üçün? Burada bir ifadəmiz vardı. Go hand in hand. Yəni to be closely connected with each other. Uşaqlar bu belə deyək də, yəni bir-biri ilə sıx bağlı olmaq deməkdir. Yəni bir-birindən sıx əlaqəsi olmaq. İkidə nə deyir? Read the conversation between two friends and complete the sentence. İki dost arasında olan söhbəti oxuyun və cümlələri tamamlayın. Unlike Kate, Rashad thinks that it is okay to when you are learning a language. Deyir ki, Kate-dən fərqli olaraq Rashad düşünür ki, demək yeni bir dil öyrənəndə nə etmək yaxşıdır? İndi onu reading edək və tapaq. Hey Kate, salam Kate. I made a funny mistake in my Chinese lesson today. Mən bugün Çin dili dərsində əyləncəli bir zarafat etdim. Ah no Rashad. Xeyr Rashad. Mistakes are not good. Səhvlər yaxşı deyil. You should be perfect in Chinese. Sən Çin dilində yaxşı olmalıydın. Yəni əla olmalıydın. Really, həqiqətən, I thought making mistakes was okay. Mən düşünürdüm ki, səhv etmək yaxşı idi. It helped me learn better. O mənim daha yaxşı öyrənməyimə kömək edir. Mistakes provide us with an opportunity to learn. Səhvlər bizi öyrənmək üçün bir imkanla təmin edir, yəni bir şansla təmin edir. No way, qətiyyən, mistakes are embarrassing. Səhvlər utanc vericidir. Everyone should be perfect from the start. Hər kəs başlayandan bəri mükəmməl olmalıdır. But Kate, our teachers say it is normal to make mistakes when you are learning a language. Ancaq Kate, bizim müəllimimiz deyir ki, yeni bir dili öyrənəndə səhv etmək normaldır. It's a part of the learning process. O, öyrənmə prosesinin bir hissəsidir. Well, I don't like it. Xeyr, mən onu xoşlamıram. I want to be the best without any mistakes. Mən səhv etmədən ən yaxşı olmaq istəyirəm. Yəni səhvsiz ən yaxşı olmaq istəyirəm. But what if we learn from our mistakes and get even better? Isn't that good? Bəs səhvlərimizdən öyrənib daha yaxşı olmaq necə? O yaxşı deyilmi? I am not sure. Mən əmin deyiləm. I still don't like the idea of the making mistakes. Mən səhv etmək fikrini hələ də xoşlamıram. Let me check it on the internet too. You see, the studies say mistakes and learning a language go hand in hand. Gəlcə də internetdən yoxlayaq həmsini. Sən görürsən, araşdırmalar deyir ki, səhvlər və yeni dili öyrənmək, yəni bir dili öyrənmək bir-biri ilə sıx bağlıdır. Okay then, yaxşı. Deməli, uşaqlar, burada da ulduzdan yerinə deməli nə qoya bilərik? Rəşad nəyi deyir? Rəşad düşünür ki, yeni bir dili öyrənəndə səhv etmək nədir? Yaxşıdır. Yəni, to make a mistake. Gələk üçüncü çalışmaya. Look at the bold-faced word in the conversation and decide if the statement are true or false. Deyir ki, söhbətdəki bu qara rəngdə işarələnmiş sözlərə baxın və qərara gəlin görək hansı fikir doğrudur, hansı yanlışdır. Uşaqlar, siz mətndə görürsünüz ki, biz burada artikellar, burada artikellar qara rəngdə verilibdir və bildiyimiz kimi artikellar iki növ vardır. Müəyyənlik və qeyri-müəyyənlik artikeli. Müəyyənlik artikellarımız hansıydı? D artikeliydi. Qeyri-müəyyənlik artikelimiz isə E və N artikeliydi. Uşaqlar, D artikelindən əgər hər hansı bir əşyadan ikinci bir dəfə söhbət gedirsə, artıq bizim onun haqqında məlumatımız varsa, Z yazarıq. Amma əgər hər hansısa bir məlumat, yəni hər hansı bir əşya olsun,
bizim üçün yenidirsə, yəni biz onu ilk dəfə görürük və yaxud da ilk dəfə eşidiriksə, bu zaman və an artikellarından istifadə edirik. İndi baxaq. Birdə nə deyir? We use indefinite articles a and an before a noun to refer to non-specific things and people. Deyir ki, biz qeyri-müəyyənlik artiklı olan və ani bizə məlum olmayan, deməli, əşyaların və insanlar üçün istifadə edirik və isimdən əvvəl yazılır. Və yalnız tək isimlər artırılır, bu düzdür. 2-də nədir? We use the definite article the before a noun to refer to specific things and people. Deyir ki, biz müəyyənlik artiklı olan the artiklını məlum olan əşya və insanlardan, yəni isimlərindən əvvəl istifadə edirik. Təkdə də və cəmdə də olur, bu da düzdür. We use articles a and the before pronouns. Deyir ki, biz artikellar olan an və the artiklını əvəzliklərdən əvvələ yaza bilərik. Bu səhvdir. Əvəzliklərdən əvvələ biz bu artikellar yaza bilmərik. Uşaqlar, səhifə 130-da siz bu artikel haqqında da öyrənə bilərsiniz. 4-cü çalışmada isə complete the sentences with a, an, or the. Siz cümlələri bu 3 artikella tamamlayacaqsınız və daha sonra cavablarınızı isə yorum hissəsinə yazın ki, mən ora cavabları qeyd edəcəyəm. 5-ci çalışmada eyni ilə olacaq. 6-da nə deyir? Make a presentation on the topics. Topiklərin biri haqqında təqdimat hazırlayın. Pay attention to use of the articles. Artikelların istifadəsinə diqqət yetirin. Gələ baxaq. How I started learning a foreign language. Xarici dil öyrənməyə necə başladım? The person who helped me learn a foreign language. Mənə xarici dili öyrənməkdə kömək edən adam. An app for learning a foreign language. Xarici dil öyrənmək üçün bir tətbiq. The website I recommend for learning a foreign language. Xarici dili öyrənmək üçün internetdən, yəni tövsiyələr. Yəni bunlardan birini seçərək bir təqdimat hazırlayacaqsınız və bu təqdimatda isə artikelların istifadəsinə diqqət yetirəcəksiniz. Beləliklə bugünkü dərsimizin sonuna çatdıq. Növbəti dərslərdə görüşək. Sağ olun.